Hüseyin deyəndə ağlımıza ilk gələn, yəni Kərbəla şəhidi, Kərbəlada şəhid olmuş, öz əhli-əyalı ilə, öz əhl-i-beyti ilə qeyrətli, namus, yəni insanlığın nümunəsi. İmam Hüseyin insanlıq nümunəsi bir sözlə. İmam Hüseyin Əleyhisselamın adı çəkildikcə ilk eşq gəldi ağlına və bəşəriyyətin ayaqda qalması. İmam Hüseyin Əleyhisselam öz qanı ilə bəşəriyyəti ayaqda saxladı, İslam dinini diriltdi. İmam Hüseyin deyərkən əvvəla demək olar ki, bütün gözəlliklər insanın ağlına gəlir, amma ən başlıca olaraq birinci şəhadət insanın gözünə gəlir, ağlına gəlir. Çünki bu şəhadət digər şəhadətlərin ən fəzilətlisidir. Yəni haqq üzrə olan bir şəhadət idi. Yəni bu dövrümüzə, günümüz zəmanəmizə qədər yəni iz qoyan bir tarix idi İmam Hüseyin Əleyhisselamın müsibəti. Nəhsət İmam Hüseyin, Məktəb-i Həzrət-i Zəhra, Məktəb-i Şiə, bundan sonra başqa bir şey yadımıza düşmür. Azad mərdi İmam Hüseyin ki, öyrətdi dünyaya ki, din üstə, namaz üstə canından keçdi, balalarından keçdi, yar ənsarından keçdi, fəqət dini yabiyari eləyə, İslam yabiyari eləyə. İlk ağlıma gələn Allahı xatırlayıram, Allahın övliyasını xatırlayıram, bir rəhbər xatırlayıram, mücahid, mömin, möminləri sevən, əhl-i beyti, peyğəmbər və ali peyğəmbər xatırlanır. İmam Hüseyin Əleyhisselam deyir.